Zəncir otunun sayının azalmasına səbəb olan amillərdən növ daxili mübarizəyə aid olan müəyyən edin. Növ daxili odur ki, öz aralarında olmalıdır. Toxumları ilə bir çox quşlar qidalanır. Yəni toxumunu başqa quş yeyirsə, yəni bu növ daxili mübarizəsi olmalıdır ki, quş ara, zəncir otara. Adi zəncir otunun daha hündür formaları digərlərinə mane olur. Bu düzgün cavabdır. Biri eyni növ zəncir otu həmin növə mane oldu. Yəni bu növ daxili mübarizə. Adi zəncir otu xəstəlik törədən orqanizmlərin təsirindən. Bu ətraf mühitin təsirindən oldu. Zəncir otuya təsir elədi. Toxumları səhrada, qayalarda məhv olur. Yəni bu məhv olması, yəni ətraf mühitin şəraitidir. Özü olmadı ki, özünə təsir eləmədi ki, növ daxili mübarizə getmədi ki. Adi zəncir otu ilə ot yeyən heyvan. Yenə başqa bir varlıq vardı burada. Ona görə də növ daxili deyilirsə, eyni növün fərdləri arasında gedən mübarizə nəzərdə tutulurdu. Ona görə də hündür formalar digərlərinə mane olur cavabı düzgün olacaq.